2 gündən sonra Qərb derbisi, Kəpəz, Turan Tovuz. Görək Azər Bağırov nə deyir? Azər, Turan Tovuzu udmaq söhbəti necədir? Alınarmı? Belə deyim, biz qarşıda olan bütün oyunlara çox məsuliyyətli yanaşırıq və düşünürəm ki, son Kəpəzin oyunları onu göstərir ki, heç bir rəqibə rahat təslim olmuruq və maksimum meydançada nə bacarıqsa onu eləyəcək. Yəni meydançaya azarkeşlərimizi sevindirmək üçün çıxacaq. Belə deyək də, son turda az qalmışdınız zirəni udasınız. Ondan qabaq Qarabağ üzərində qələbə qazanmışdınız. Düzdür, Turan Tovuz da çempionluğu oynayır və fikirlərini dəyişmək istəmir. Yəni əməlli başlı azarkeşlər bu oyunda belə deyim, futbol mənasında yaxşı dava görə bilərlər. Düşünürəm ki, yaxşı bir oyun olacaq. Çünki uşaqlarda da bir sonuncu oyunda itirilmiş xallarımız var idi və həmin oyunun bir kompensasiyası etmək istəyərdik. Və əlbəttə ki, bugünkü Kəpəzdə ilk dəqiqələrdən oyunun necə alınması çox önəmlidir və uşaqları buna tam konsentrasiya etməyə çalışacaq. Yuri Vernidubun Neftçisi Qurban Berdiyevin Turanı ilə bacarmadı. Azər Bağırovun komandası bacararmı? Mənə elə gəlir onu zaman göstərəcək və əsas onu istəyərdim ki, azarkeşlərimizi sevindirək və yaxşı bir oyunla yadda qalsın bugün. Əlbəttə ki, belə deyim də, Kəpəzin Premier Liqada qalmaq məsələsi demək olar ki, həll olunub. İnanmaq olmaz ki, komanda o qədər xal etirsin ki, kimsə onu gəlib keçsin. Artıq sakit oynaya bilər komanda. Yox, mən heç bir halda rahatçılığın tərəfdarı deyiləm. Düşüncələrimdə bir oyun üslubu var ki, sona qədər mübarizə aparmaq və hər oyun xal və xallar üçün meydançada belə deyim, gərgin mübarizə etmək. Azarkeşləri bu oyuna dəvət edirik. Özünüz təsəvvür edin də, Kəpəz, Turan Tovuz illərlə Qərb derbisi həmişə populyar olub. Azər Bağırovun fikrini eşitdi və ümid eləyək ki, 2 gündən sonra oyunda çoxlu azarkeş olacaq və deyə bilmərəm hansı komanda qalib gələcək. Tək ki, güclü qalib gəlsin, oyun təmiz olsun. İnşallah. Kəpəzə də uğurlar. Təşəkkürlər.